Hər vaxt xeyir olsun, dəyərli izləyicilərimiz. Bugün mayın 26-sı Beynəlxalq Maliyyə Birjasından məlumatlar verildi. Təbii ki, biz Dalğa FM-in studiyasındayıq və bugün nələr baş verəcək? Dünən biz bu haqda söhbət açmışdıq. Qızılın qeyblə aşağı enməsi haqqında məlumat vermişdik. Təbii ki, qeyblə açıldı və bugün nələr olacaq? Yəni xəbərlərə biz baxanda xəbərlər may ayının 28-dən daha aktiv xəbərlər olacaq və biz bugün gündəmdə olan qızıl, Bitcoin və Dow Jones-dur, S&P-dir, DAX-dır. Yəni bu haqda söhbət açarıq. Yəni bunlar S&P, Nasdaq, DAX, deyək ki, Dow Jones bunlar səhər saatlarında yuxarı qalxsalar belə həftə ərzində yenidən aşağı doğru istiqamətə davam edir. Bizi izləyin həm YouTube kanalında, həm Instagram kanalında, həm də ki Dalğa FM-in sosial şəbəkələrində bizi izləyin. Biz sizə bütün məlumatları gün ərzində çatdırırıq. Sağ olun, inşallah görüşmək ümidi ilə.